Dostlar, yenə dəniz qırağına sifariş gətirdim. Bu səfər müştərinin nömrəsi işləmir. Zəng etdiyimiz nömrə. İstəmədim müştərinin nömrəsi düşsün. Yəni insan sifariş edəndə biraz məsuliyyəti var ki, bu kurye gələcəkdə məni hardan tapsın, bu qədər dənizdə insan var da. Burada sifariş götürsən bir dərddir, götürmürsən bir dərddir. Götürməyəndə də qəbul dərəcəsi aşağı düşür, sonra sifarişlər gec-gec verir. Əlavə qeyd eləməliydik ki, aktiv nömrə qoymalıdır. Təəssüf ki, qoymadı. Yenə mənim az vaxtıma düşdü. Çörək isə gələr. Kartoşka pürü istəmirəm. Yağlı. Bu qədər şey sifariş edib, bir dənə koladın sırtına sifariş edib. Bu nədir? Bu çox qırıqlı, sosun bir şey var da. Nə var? Özü bilər. Sifariş eləyəndə orada qeydlər olur da. O qeydlərə bir dənə nömrə qoyun ki, biz gələndə əlaqə saxlaya bilək. Nətər əlaqə saxlayın? Mən səni hardan tapım? Onu da deyim ki, bunun pulu müştərdən çıxmır. Məndən də çıxmır, şirkətdən çıxacaq. Mənim vecimə deyil ki, məsələn, mən Nazının oynayası deyiləm. Götürürlər, götürsünlər məhsullarını, götürmürlərsə mən az olan nəsəb oluram. Ona görə danışmaq istəmirəm, özləri bir də. Əgər müştəri kartla sifariş edəsəydi, hə, müştərinin balansından pul çıxacaqdı, qaytarılmayacaqdı. Amma nə sifariş verdiyi üçün şirkətin ziyanlı olacaq.